Aprelin 24-də gözlənilən hava şəraiti əhaliyə açıqlanıb. Yeni Sabah az məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözləyirik. 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə hava dumanlı olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ancaq günün birinci yarısında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 25-30 manat isti. Dağlarda gecə 5-10 dərəcə isti, gündüz 5-20 dərəcə isti olacaq.